Salam dostlar, mən Paşayeva Aytəkin. Bugün sizlərə dairənin sahəsi mövzusunun davamının izahını verəcəyim. Səhifə 194. Dostlar, kanalımıza bəyənib abunə olun ki, daha çox izahlardan faydalanmış olasınız və mənə də dəstək olmuş olarsınız. Başlayaq davamından 9-cu sualda qalmışdıq. Davam edək. Çalışma 9. Baxaq. Düzbucaqlı kartonun uzunluğu 24 cm, eni isə 8 cm-dir. Bu kartondan radiusu 4 cm olan 3 dairə kəsdilər. Onun qalan hissəsi neçə kvadrat santimetrdir? Gəlin biz düzbucaqlını göstərək. Bu bizim olsun düzbucaqlımız və uzunluğu 24, eni 8, uzunluğu 24. Gəlin bu düzbucaqlının sahəsini tapaq. Deməli, biz bu düzbucaqlının sahəsini tapmaq üçün 8-i 24-ə vurarıq. 32, 16, 192. İndi deyir, bu kartondan, yəni düzbucaqlı kartondan radiusu 4 olan 3 dairə kəsildi. Gəlin, dairənin sahəsi pi r kvadrat düsturundan istifadə edək. Pi 3-dür, r-imiz də 4-dür, 4-ün kvadratı. Bu oldu 48. Deməli, 3 dənə dairə kəsildisə, 3-ü 48-ə vururam. 3-ü 8-ə 24, 3-ü 4-ə 12, 144. Deməli, 3 dənə dairənin sahəsi 144 oldu. İndi mən 3 dənə elə bir ki, dairə kəsib çıxardıblar bunun içindən. Belə, biraz yaxşı olmadı. Yəni, təsəvvür edin ki, belə bir şeydir. Bu kənarların sahələrini istəyir bizdən nə qədər olur? 192-dən çıxırıq 144-dür. Neçə qalır? 12-dən 4-ü çıxanda 8, 8-dən 4-ü çıxanda 4, deməli 48 qalmış oldu. Onun qalan hissəsi neçə kvadrat santimetrdir? 48 santimetr kvadratdır. Bu şəkildə almış olduq. Davam edirik 10-cu sualdan. Çalışma ondan davam edək. Deməli, dairənin sahəsini onun çevrəsinin uzunluğu ilə ifadə edin. Çevrənin uzunluğu 2 pi r bərabərdir elə. R də bərabərdir l bölünsün 2 pi-yə. Aha, bu şəkildə aldıq. Dairənin sahəsi pi r kvadratı düsturu ilə hesablandığına görə r-in yerinə pi vurulsun, r-in yerinə l böl 2 pi kvadratı yazaramsa, o da pi vurulsun l kvadratı 4 pi kvadratı olur. Pi-nin biri gedir, biri qalır. Bu da olur l kvadratı bölünsün 4 pi. Deməli, dairənin sahəsi l kvadratı böl 4 pi. Yəni, çevrənin uzunluğu ilə ifadəsi bu şəkildə alınmış olundu. Davam edirik. 11-ci sualdan çalışma 11-dən davam edirik. Çalışma 11. Çevrəsinin uzunluğu 75, 15 olan dairənin sahəsini tapın. Deməli, l bərabərdir 75. Çevrənin uzunluğunu xatırlayaq. Yenə 2 pi r düsturu ilə hesablanır. Pi-ni 3 verir. Burada baxın. Pi 3-dür. 2 vur 3. R-i bilmirəm. R-i bizdən istəyir. Bərabərdir 75. Deməli, r bərabərdir 75 bölünsün 2 vur 3. 3-ə ixtisar gedir. Burada 25, 2-də 25, o da 12,5. R bərabərdir 12,5 santimetr olmuş olur. İndi ikincisini tapaq. L bərabərdir 15 desimetrdir. Onda 2 pi, pi-miz 3-dür. R-i bilmirik. L 15-dir. R bərabərdir. Hər tərəf 3-ə bölürəm 5. 5 böl 2 R. 5 böl 2-yə daha doğrusu, o da 2,5. Deməli, bunun da radiusu oldu 2,5. Bir dəqiqə, sahəsini tapın. Sahəsini tapmaq üçün gəlin hələ bunu tamamlayaq. S bərabərdir pi r kvadratı düsturundan istifadə edirik. Pi r-imiz 2,5-in kvadratı, o da 6,25 pi. 6,25 pi. İndi gəlin qayıdaq buna. Bunun radiusu 12,5-dirsə, 12,5-dirsə da artıq sahəsini tapmağa nə var ki? S bərabərdir pi r, r kvadratı, S bərabərdir pi, r-imiz 12,5-dir, kvadratını yazsaq, bərabərdir 12,5-in kvadratını tapaq. Burada hesablayaq, 12 vaxtımız getməsin. 12,5 vur, 12,5. Bu da bizə verir 156,25 pi almış oluruq. Bu şəkildə tamamladıq uşaqlar.
12-ci sualdan davam edək. Çalışma 12. Çalışma 12. Sirkdə meydançasının çevrəsinin uzunluğu 40,8 metrdir. Meydançanın sahəsini tapın. Cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. Sirkdə meydançanın çevrəsinin uzunluğu deyəndə, deməli uşaqlar, çevrəsinin el bərabər 40,8-dir. Çevrəsinin uzunluğu 2πr bərabərdir 40,8. 2 vurulsun 3 vur r 40,8. R bərabərdir 40,8 bölü 6. 40,8-i bölərik 6-ya. 6,8. Radius oldu 6,8. İndi sahəni tapaq. S bərabərdir pi r kvadrat. Pimiz 3'dür. 6,8'in kvadratı. Bu da bərabərdir 3 vurulsun 6,8'in kvadratı. Bu da 3'e vursaq, bu bizə ilə birbaşa bizə verər 138,72. Bunu da təkliklərə qədər yuvarlaqlaşdırsaq, onlar 139. Bu şəkildə almış olarıq. Davam edərək çalışma 13-dən. Çalışma 13. Çalışma 13'də nə deyir bizə? Şəkildə ABCD kvadratı diametri AB və AD olan iki yarım dairə verilib. Kvadratın perimetri 24-dürsə, kvadratdırsa, perimetri 24-dürsə, 24'ü bölürəm 4'ə, alıram 6. Bunların hər birinin tərəfi 6-dırsa 3, 3. Radius 3, 3. Bunun da radiusu 3, 3. Kvadratın rəngli hissənin sahəsini tapın. Gəlin baxaq. Mən ilk öncə nə edirəm? Dairənin sahəsini tapa bilərəm. Pi-ni 3 verib. S dairə pi r kvadratı. Pi-miz 3'dür, r-miz də 3'dür. 3'ün kvadratı 9, 27. Onda yarım dairə 2'də 27 olar. O da 13,5. Yarım dairə olar 13,5. Tutaq ki, bura oldu 13,5. Burada 13,5'dir. İndi mən kvadratın sahəsini 6'nın kvadratı 36 olar. Kvadratın sahəsi, yəni 6'nın kvadratı 36. Bu şəkildə alıram və 36'dan da çıxıram bu yarım dairənin sahəsini. Yəni 36'dan 13,5'i çıxaram. Neçə qalar? 13,5'i çıxaram. Bu da bizə verər 22,5. Deməli, bu rəngli hissə 22,5'dir. Mən indi 22,5 ilə 13,5'i toplayaram. 10, 35, 36. Cavab alaram 36. Bu şəkildə rəngli hissənin sahəsi 36 almış olarıq. Davam edək çalışma 14. Deməli, verilmiş dairə bərabər sektorlara bölünmüşdür. Rənglənmiş sektorun sahəsini tapın. Dairənin sahəsini taparaq sektorların sayına bölün. Yəni bu bizə ipucudur. Bunu yazanda bu şəkildə yazacağıq. S bərabərdir pi r kvadratı. Pi'miz 3'dür, r'miz də 3'dürsə, bu olur 27. Neçə dənə sektor var? 1, 2, 3, 4, 5. Bir dənəsinin sahəsini tapmaq üçün 27'ni 5'ə bölürük. Bu da bizə verər 5,4. Deməli, rənglənmiş hissənin sahəsi 5,4 almış olarıq. Bu şəkildə. İndi gəlin ikincisinə baxaq. Bu birincisi idi. İndi ikinci şəklə baxaq. S bərabərdir pi r kvadrat. R-miz 3,5'in kvadratıdır. Və burada neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Gəlin bunu hesablayaq. Pi'miz 3'dür. 3,5'in kvadratı. Bu da bizə verəcək 367,5 və neçə dənə sektor tapdıq? 1, 2, 3, 4, 5,
6, 7, 8. 8 dənə 3, 367,5-i də bölərik 8-ə. Bu da bizə verər 45,10.000-də 9375. Bu şəkildə rənglənmiş hissənin sahəsi olmuş olar bu şəkildə. Gəlin üçüncü şəkili hesablayaq. Uşaqlar, hesabatı düzdür eləməliyik, amma yolunu da başa düşün, hesabata da diqqət eləyin. Deməli, bu 1, 2, belə eləyək. S bərabərdir pi, R-imiz 1,5 kvadratı, pi-miz 3'dür, bu da 2,25. Bu 1, 2, 3, 4, 5, 6. 6 dənə sektordur. Bunu da 3 vur. 2,25'i də bölürəm 6'ya. Burada 2, 2'də. Gəlin elə bunu hesablayaq. İlk öncə 3'ü vuraq. 2,25'e olur 6,75. S də bərabərdir 6,75'i də 6'ya bölürəm. Çünki 6 dənə sektordur. Bu da bizə düşür 1,1000-də 125. Bu şəkildə almış olaram dostlar. Çalışma 15'dən davam edək. Deməli, ABCD düzbucaqlısında şəkil 1. Hansı şəkildir? Şəkil 1 buradadır aşağıda. Gəlin baxaq. 15'də şəkil 1. Bu şəkil üzərindən gedəcəyik dostlar. 15-ci sualda. Deyir AB. AB 10'dur. AD 28'dir. Onda bu radiusu 14. Yarımda axı. AD 28. Bu düzbucaqlının daxilində rənglənmiş hissənin sahəsini tapın. Şəkildə AD parçası, AD parçasının ortasında və radiusu 10 olan yarım dairə var. Bu yarım dairə 10'dur. Onda ümumi düzbucaqlının sahəsi, S düzbucaqlının sahəsi 10 vurulsun 28, o da bərabərdir 280. Yarım dairənin sahəsi S yarım dairə pi r kvadratı bölü 2. Mən 2'yə böldüm. Normalda dairənin sahəsi pi r kvadratıdır. Yarım dairə olduğuna görə 2'yə böldüm. Radiusu 10'dur. Pi vurulsun 10'un kvadratı bölü 2. 3 vurulsun 100 bölü 2, o da 150. Bunun sahəsi 150'dirsə, o zaman 280'dən çıxıram 150'ni, o da bizə verir 130. Deməli, nə almış oluram dostlar? Yarım dairə, deməli, rənglənmiş hissəni tapın deyir. Cavab 130. Rənglənmiş hissənin sahəsi 130. Davam edək çalışma 16'dan. Qəşəng suallardır. Çalışma 16. Deməli, yenə şəkil 2'də, indi şəkil 2'də təsvir olunmuş suala baxırıq. AB 10, AD 16 və şəkildə diametri 10 olan yarım dairələr təsvir olunmuşdur. Yarım dairələr ikisi də 10'dursa, mən onu bütöv çevrə kimi götürürəm. Pi r kvadratı, pi 3'dür, r 10 kvadratı 300. Deməli, kvadratın sahəsi S kvadrat nəyə bərabərdir? 10 vurulsun 16'ya 160'a. Yarım dairələrin sahəsi pi r kvadratı. Burada mən niyə 10 götürdüm? Mən 10 götürməməliydim. Diametr 10'dursa 5 ilə götürməliydim. O da 25, 75 olmalıydı bunun sahəsi. Çünki 5, 5. Başa düşdünüz? İndi mən nə edirəm? Kvadratın sahəsi 160'dır. Dairənin, yəni bu yarım dairə, bu yarım dairə ikisinin birlikdə sahəsi 75. 160'dan 75'i çıxıram. Bizə 160'dan 75'i çıxanda bizə verən cavab bizə nəyi verir? 85, yəni rənglənmiş hissənin sahəsini verir. Bu qədər dostlar. Növbəti izahda görüşmək üzrə. Sağ olun, hələlik. Dostlar, kanalımızı bəyənib abunə olun ki, daha çox izahlardan faydalanmış olasınız.